Bu videoda sizə ağciyər xəstəliklərində tətbiq olunan tələffüz testi, yəni spirometriya testi haqqında danışacağım. Spirometriya testi ağciyər xəstəliklərində, xüsusilə obstruktiv və restriktiv, yəni spazmla gedən və eyni zamanda ağciyərin elastikliğinin azaldığı xəstəliklərdə qızıl standart kimi tətbiq olunur. Test bütün yaş qruplarında keçərlidir və 5 yaşdan yuxarı uşaqlarda da asanlıqla təqdim olunur. Spirometriya testi əgər sizdə asma, xronik obstruktiv ağciyər xəstəliyi, ümumiyyətlə tənginəfəsliklə bağlı hər hansı bir probleminiz varsa onunla bağlı təqdim olunur. Test çox sadədir. 10 saniyə müddətində test yoxlanılır və sizə ağciyərlərinizdə və bronxlarınızda olan problemlər haqqında məlumat verir. Ona görə hər bir tənginəfəsliyi olan xəstənin spirometriya testi keçməsi məsləhətdir. Nəyə görə spirometriyanı tənəffüs testini etməliyik? Tənginəfəsliyi ağciyərlərin əlaməti olduğu üçün ilk növbədə sadə, çox asan 10 saniyə müddətində həyata keçirilən spirometriya testini etməklə tənginəfəsliyin səbəbinin ağciyər mənşəli olub olmadığını bilə bilərlər.